Gül bayramıdır. Paytaxt isə artıq bugündən gülə çiçəyə bürünüb. Sahil bağına isə güllər daha çox yaraşıb. Bugün Qələbə bayramıdır, sabah isə Gül bayramı. Bir sözlə bayram bayrama qarışıb paytaxtda. Paytaxtın sakinləri də, elə qonaqları da bu gözəl bayramları qeyd edirlər min bir həvəslə, böyük bir sevgi ilə. Çünki onlar üçün hazırlanan bu gül çələqləri və güllərdən hazırlanan müxtəlif atributlar təbii ki, insanların əhval-ruhiyyəsini qaldırır, çünki başqa cür mümkün də deyil. Ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunan ənənəvi Gül bayramı Səbail rayonunun sahil bağında gerçəkləşdi. Bayrama ciddi hazırlaşan rayon rəhbərliyi sakinlərin istirahəti və xoş əhval-ruhiyyəsi üçün əlindən gələni etmişdi. Rayonun ayrı-ayrı müəssisə və təşkilatlarının müxtəlif çiçək və güllərdən hazırladığı rəngarəng tablolar, gül kompozisiyaları, xüsusilə Ulu Öndər Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın portretləri, Qız qalası, alov güllələri, Səbail gəmisi 2015-ci ildə Azərbaycanda keçiriləcək 1-ci Avropa Olimpiya oyunlarının emblemi görənləri mat qoyurdu. Çünki insanların əhvalını qaldıran insan beyninin məhsulları və bu əsərlərə sərf edilən 350 mindən çox gül idi. Güllər qadınlara, qadınlar da güllərə bənzəyir deyirlər. Qadınlar güllərə ona görə bənzəyir ki, güllər qədər təravətli və gözəldirlər. Güllər isə qadınlara ona görə bənzəyir ki, qadınlar qədər zərif və incədirlər. Azərbaycan insanı bugün dünyanın ən qayğısız insanına bənzəyirdi. Çünki hazırda müharibə gedən qaynar nöqtələrdən fərqli olaraq ölkənin müxtəlif bölgələrindən paytaxtda üz tutan qonaqlar və yerli sakinlər azad, firavan ölkədə onları düşünərək hazırlanan bayram şənliklərinə şahidlik edirdilər. İnsanların davranışları və özlərindəki təbəssüm də ənənəvi bayramın gəlişini necə səbirsizliklə gözlədiklərindən xəbər verirdi. Fikirləri vəbşə hazırlayanda istəyirdim məsələn, bəzi adamların marağı oyansın. İnanın ki, günü bugün o bəşəriyyətdə bax bu cür arxayın, sevinə bilən, gülə bilən, bayram keçirə bilən, bax bu bayram əhval-ruhiyyəsi ilə yaşaya bilən xalqlar o qədər də çox deyil. Siz güllərə baxanda nə düşündünüz? Biz də içimizdə elə güllər açır. Bir daha təsdiqləndi ki, müdrik rəhbərin təbiətə, gözəlliyə sevgisi və onu qorumaq naminə etdiyi tövsiyələri bugün də yaşadılar. Fərqanə Səfər, Sultan Məmmədov, Space.